Baxıram sənə Abdullayev, sən bekar adamsan, maddi problemin yox. Belə olanda adam balaca insanları unudub dünyanın dərdini çəkməyə başlayır. Əslində isə bağışla məni, amma sən sadəcə boşboğazın birisən. Məni o bəşəri qorxular narahat eləmir. Gecələr yata bilmirəm. Arvadım mənə acıq eləyib arxasını çevirib yatanda mən yana-yana üzümü tavana tuturam. O boş tavanın qaranlığında öz-özümə pıçıldayıram. Görəsən gələcəkdən mənim kimi belə rəzil, belə aciz adamlar olacaqmı? Mən o qədər gələcəyi düşündüm ki, bu qorxulu nəticələrə gəlib çıxdım. Amma sonra utandım. Çünki mənim kimi rubulluq adamlar Abdullayev, mənim sənin kimi bəşəri dərdlər çəkməyə lüksüm yoxdur. Yəni sözümü buna gətirirəm ki, səninlə mənim düşüncələrim arasında böyük bir fərq var. Mən gələcək üçün yox, evdəki qənd, çay, duz, yağ üçün narahat oluram. Bir gün biri qurtarır, o birini tapanda digəri bitir. Bilirsən sonuncu dəfə evdən nə qurtarmışdı? Bir qutu kibrit. Təsəvvür edirsən? Kibrit. Arvadım o bir qutu kibritə görə mənə ağzına gələni dedi. Hələ üstəlik biz dalaşdıqda o da çıxıb getdi. İndi güya mənə bir şans da verəcək. Sabah qayıdacaq. Tufu, lənətə gəlsin belə vəziyyəti. Qorxuram yenə vəziyyət düzəlməz, yenə də dava edərik. Bəzən dözmürəm, əsəbləşib əl qaldırıram ona. Amma günah ondadır, dilini dinc saxlamır axı. Yəni əzizim Abdullayev, mən Allaha dua edəndə bəşəriyyət üçün etmirəm. Sadəcə deyirəm ki, ilahi, bu ay maaşım gecikməsin. Onsuz da vaxtında alanda heç nəyə çatmır. İndi isə ikinci aydır ki, maaş yoxdur. Özüm tək olsam dözərəm, amma qadınla bacarmaq olmur. Qardaş, mümkün deyil. İllərin kasıblığı onun da əsəblərini pozub. Ən çox da ki, qızım əzilir bu davaların arasında. Düzünü desəm, mən artıq o körpə qızımın arxasında gizlənirəm. Arvadıma deyirəm ki, uşaq qorxur, özünü belə cırma. Sən mənə ölümsüzlükdən, Allahlıq iddiasından danışırsan Abdullayev, mənim isə evimdə ocağımı yandırmağa bir kibritim belə yoxdur. Nə bilim, deyirlər Allaha dua edəndə sidq ürəkdən istə. Tez-tez istə. Mən də alınmır Abdullayev. Uşaq olanda elə bilirdim ki, adam çoxdur. Allah məni eşitmir və yaxud da eşitsə də çatdıra bilmir. Böyüdüm, yenə də istədim, yenə olmadı. Bəlkə xəsis deyil, bəlkə də bezdirmişəm onu, bilmirəm, nə bilim. Mən onu elə də yormamışdım axı. Biraz can sağlığı istəmişdim, biraz ailə səadəti. Ailəm oldu, amma səadətim də olmadı axı. Arvadım gözəldir, amma nə bilim, düzü bu səfanı çəkə bilmirəm Abdullayev. Onu da deyim ki, qadınlar ağlayanda daha da gözəlləşirlər. Amma əsəbləşəndə eybəcər olurlar. Mən hər gün o gözəlliyin necə eybəcərliyə çevrildiyini görürəm. Məsələ təkcə pulsuzluqda deyil. Pulsuzluq ən gözəl şeyləri belə zibil eləməsindədir. İlahi pərverdigara, hələ ölümsüzlük tapılmayıb axı. Yalvarıram sənə. Mən ki kiminsə toyuğuna kiş deməmişəm. Niyə rəva görürsən bu miskin həyatımın bir kağız parçasına görə puç olmasına? Mən səndən dövlətmi istəyirəm. Sadəcə halal pulumu ala bilim deyirəm. Heç adam da halal pul üçün belə yalvararmı Abdullayev? Pərverdigara, o qədər kötəklənməli adamlar durub kənarda. Mənim əzilməyim rəva mıdır? Mən pul üçün sənin əmrlərini satmadım axı. Amma dözmürəm. İnsanlar mənə az qala sədəqə versinlər. Bəs sən hara baxırsan? Sən dura-dura adamlar kimdir ki, məni alçatsınlar? Hə? Kimdir onlar? Ay Allah, qurban olum sənə, vaxt gedir axı. Adamı yandıran da nədir bilirsən Abdullayev? Allah deyir ki, məndə sonsuz xəzinələr var. Sanki kisədəki qızılları şaqqılladıb səsini bizə eşitdirir. Burada çoxdur deyir, amma vermir ki, vermir. Sən də qalırsan yana-yana. Bilirəm, insan nəfsi doymur. Yəqin ki, vəziyyətim bundan yaxşı olsaydı, indi daha çox gileylənərdim. Açığı artıq dua etməyə də həvəsim qalmayıb. Sadəcə aləm bir-birinə dəyəndə Allahdan başqa əlac qalmır. Heç olmasa gülə-güzar eləyib rahatlaşıram. Şükür ki, kəssəsini demir. Ən azından içimi boşaldıram. Hər nəysə, sabah uşağım gəlsəydi rahatlaşardım. Axır vaxtlar gəlib bizim aramızda yatır. O aramızda yatanda arvad da dırıldamır bir o qədər də. Səsini çıxarmır. Əslində uşağa özüm tapşırmışam ki, demişəm ki, anan əsəbləşəndə əsasən də gecə vaxtı gəl yanımızda yat. O gələndə desin ki, qorxuram. Bax o körpə qorxuram deyəndə arvad səsini kəsir. Mən də o bitib tükənməyən danlaqlardan qurtuluram.
İndi de mənə Abdullayev, 5 saat sonranı fikirləşə bilməyən mən gələcək nəsillərin dərdini mi çəkəcəm? Mən sadəcə fikir bildirərəm, amma dərdini çəkmərəm. Mənim gələcəyim qızımla bitir, qardaş. Mənim dünyam o uşağın gəlib aramızda yatdığı o balaca çarpaya qədərdir, vəssalam. Mənim həyatım elə neçə vaxtdır ki, 30 kilometrlik bir radiusun içində dövr edir Abdullayev. Bundan uzağa gedə bilmirəm. Evdən işə, işdən də evə. Nə imkan var, nə də ki, belə baxanda həvəs də qalmayıb artıq. Amma dünyanı gəzib, sonra gəlib mənə fəlsəfə satanlar var ha, onların həyat radiusu minlərlə kilometrə uzanır. Özlərini məndən üstün tuturlar. Vəzifə pillələri onları uzaqlara apardıqca, Allah anlayışları da dəyişir. Dünən it kimi qısınıb mədət umanlar bugün Allahı özlərinə imtiyaz verən bir hökümdara da bənzədirlər. Allah insanın qəlbində onun cibinin vəziyyətinə görə dəyişir. Abdullayev, cib boşalanda Allah ümid olur. Cib dolanda isə xatirə. Amma bir şeydə bil, insanlar Allahı deyil, Allahlığı istəyirlər. Bu otağında cəzalı qalan uşağa bənzəyir. Qapı ardında ağlayıb yalvarır. Buraxın məni, bir də sözünüzdən çıxmayacam deyir. Amma valideyn qapını açan kimi uşağın daxilindəki o xislət verdiyi sözü ona unutturur. Uşaq yalan deməmişdi, sadəcə azadlıq onun vədini boğdu. Biz də eləyik, onu ver, bunu elə, məni bundan qoru deyəndə, əslində içimizdəki o gizli səslər deyirik ki, İlahi, mən də sənin kimi olmaq istəyirəm. Biz sənin taxtına göz dikməmişik. Biz sadəcə sənin gücünə şərik çıxmaq istəyirik. Biz bunu bilmirik, amma Allah bunu bilir. Hər nəysə Abdullayev, bu da geçsin. İnsanların çoxu Allahı yox, Allah olmaq istəyir. Onlar cənnət hurilərini yox, dostunun, qonşusunun arvadını arzulayırlar. İnsanlar o mehribanlıq dolu əbədi cənnəti istəmirlər. Onlar bu dünyada bir-biri ilə mübarizə aparıb, ən yuxarı qalxmaq və özündən zəiflərin içində parlamaq istəyirlər. Çünki cənnət tam bir sosializmdir Abdullayev. İnsansa xislətcə elə ilk gündən kapitalistdir. Başa düş, sənin adam etmək istədiyin bu məxluqlar ancaq özlərindən daha zəlil adamlar gördükdə xoşbəxt olurlar. Özü də hər müstəvidə. Əvvəllər insanın dərdi çörəklə bitirdi. Ölüm bir addımlıq deyildi. Adi bağırsaq xəstəliyindən qırılırdılar. Ona görə də Allaha məcbur qalmışdılar. Daha itaətkar idilər. İndi ehtiyac azalır, texnologiya ölümü bizdən biraz uzaqlaşdırır. Nə bilim, bəlkə Allah özü insanları ələkdən keçirir, amma deyəsən ələyin gözü o qədər qəribədir ki, o tərəfə heç kim keçməyəcək, ələk boş qalacaq Abdullayev. Bilirsənmi, o boşboğazlar dünya malı dünyada qalacaq deyəndə ətim tökülür. İnan mənə, o sözü deyənlərin əlavə 2 əli də olsa, bu dünyadan 4 əlli yaxşarlar. Amma mənim üçün bu sözün heç bir mənası yoxdur. Mən münacatlarımda deyirəm, İlahi, bil ki, mənim dünya malında gözüm yoxdur. Amma ona görə yox ki, mən gözü tox adamam. Xeyr, sadəcə bu maldan heç nə görmədiyim üçün ondan əlimi üzmüşəm. Mən sənə yalvarıram, İlahi, arada mənə bir sikkə at. Bax, o yetirdiyin adamlar o pullarla, yüngül qadınlarla kef eləyirlər, qumar oynayırlar. Özündən qat-qat cavan qızlarla evlənib istədiklərini eləyirlər. Amma mənə nə versən boşa getməyəcək. Mən gedib qızıma paltar alacam. Arvadın dırdırından qurtulacam. Özümü bir anlıq da olsa insan hesab eləyəcəm. Mən səndən minlərlə rubl istəmirəm ki, mənə sadəcə ailəmin üzünü güldürəcək o kiçik məbləğ lazımdır, vəssalam. Mənə azı ver, sonra de ki, manaf, dünya malında gözün olmasın. Bax, onda o söz mənim üçün keçərli olar. Yoxsa mən indi ölsəm, nəyim qalacaq ki, gözüm də dalınca qalsın, hə? Mən ölsəm, gözlərim yumulu gedəcəm. Çünki bu dünyada baxa biləcəyim bir var dövlətim belə olmadı. Abdullayev, mən həmişə belə səfalət içində belə bir qutu kibritin ümidinə qalmamışam. Düzdür, biz varlı deyildik, amma ən azından atam sağ olanda vəziyyətimiz indikindən qat-qat yaxşı idi. Heç nədən körlük çəkmirdik. Evin bərəkəti də yerində idi. Mən təhsilimi bitirdikdən sonra elə şəhərdə qaldım. Alverlə məşğul olurdum. Hansısa ofisdə oturub gün saymaqdansa alver mənə daha sərfəli gəlirdi. Özümü dolandırırdım, hətta kənara da pul yığırdım. Atam da rayonda evi dolandırırdı, arxayın idim. Biz evdə 4 uşaq idik, 3 bacım, bir də atam.
Atam qəfil öləndə bütün dünya mənim çiyinlərimə çöktü Abdullayev. Şəhərdəki işimi gücümü qoyub bir müddətliyə evə qayıtmalı oldum. Kişinin hüzürünü yola verdim. Yas məclisləri, gəlib gedənlər, həmin vaxt həm də arvadımı tanıdım, onunla tanış oldum. Aylarla evdə anamın, bacılarımın yanında oturdum. Bir müddət sonra isə vəziyyət elə gətirdi ki, yoldaşım təkid etməyə başladı ki, onu evlərində, yəni başqasına vermək istəyirdilər. Elçiləri kəsilmirdi. Atamın ölümündən artıq bir il keçmişdi. Və mən evlənmək istədim, amma anam sərt çəkdi qabağıma Abdullayev. Dedi, qoy əvvəl bacıların köçsün, onları yerbəyer eləyək, sonra sən evlənərsən. Dedim, anacan, mən sevirəm, qız da məni sevir. İndi evlənməsəm onu başqasına verəcəklər, əlimdən çıxacaq. Amma anam daş atıb başını tutdu Abdullayev. Nə etdimsə xeyir olmadı. Təsəvvür edirsən, mənim üçün elçi getmədi o qadın. Mən də məcbur qalıb yoldaşımı qaçırtdım. Günah özündə idi. Yəni günah anamın özündə idi. Gedəydi, mən də qaçırtmazdım. Hər nəysə. Mən də gətirdim onu ata evimə. Amma evdəkilər bu işimə heç yaxşı baxmadılar Abdullayev. Anam hər gün bir söz qoşurdu. Hər gün deyirdi ki, bacıların evdə qaldı, sən ancaq özünü düşündün. Axı mən nə eləməli idim? Onu itirə bilməzdim. Anamın niyyəti o idi ki, mən subay qalım. Bütün qazandığımı 3 bacıma sərf edeyim, onları gəlin köçürüm, sonra öz başımın çarəsinə baxım. Amma bacı bir deyildi, 2 deyildi, 3 bacını axı mən nə vaxt köçürüb qurtaracaqdım. Yoldaşım əldən gedirdi axı. Beləliklə mən öz ata evimdə yoldaşımla bərabər anamın və 3 bacımın üzündən qərib olduq. Şəhərə qayıda bilərdim, işimi davam eləyərdim. Amma anamı, qızları tək qoymağa ürəyim dözmədi. Nə də ki, özləri bizimlə getmədi Abdullayev. Ata evi xaraba qalmasın. Hər nəysə, rayonda işə düzəldim. Yavaş-yavaş evi dolandırmağa başladım. Atamdan qalan biraz pul vardı. Şəhərdə yığdığım pullardan da dururdu. Onlara çox da dəymirdim ki, pis günün ehtiyatı olsun. Hər nəysə, bacılarımın ikisi əkiz idi. Bir gün böyük bacıma elçi gəldilər. İmkanlı ailə idi. Bacım əslində heç o oğlanı, o ailəni istəmirdi də. Amma imkanına görə razı oldu. Anam evdəki pulun başına daş saldı. Ən yaxşı cehiz aldıq. Ən bahalı xərcləri çəkdik. Əlimizdə qəpik quruş qalmışdı ki, əkizlərdən biri də evlənmək həvəsinə düşdü. Şəhərdə min bir əziyyətlə yığdığım o ehtiyat pulları da çıxartdım Abdullayev. Onu da ələ verdik, onu da yaxşı cehiz aldıq. Düzdür, onlar gedəndə xərcimiz çox çıxırdı. Amma bir tərəfdən də sevinirdim ki, evdə adam azaldı. Ərzağa, geyimə qənaət olar. Bir təhər özümüzü doğruldarıq. Amma anam belimi qırırdı Abdullayev. Hansı bayram gəlirdi, zəmbilləri doldurdurup məni bacımgillərə göndərirdi. Hətta Qurban bayramının birində zəmbillərlə ət aldırırdı mənə. Demirdi ki, ay bala, sənin cibində pulun varmı, yoxsa yox. Bu pul, bu dəyirmanın suyu hardan gəlir? Heç soruşmurdu arvad. Sonra elə oldu ki, anam xəstələndi. Bax, o vaxt mənim qara günlərim tam başladı Abdullayev. Əməliyyat da olundu, amma xeyri olmadı. Dərdi daha da artdı. Xərcimiz 1-5 çoxaldı, lənətə gələsən. Pul yetmədi ki, yetmədi. Artıq maaş da çatmırdı. Borc xərc boğaza yığılmışdı. Dərddən, fikirdən daha kitab üzü aça bilmirdim. Mütaliə etməyə nə halım qaldı, nə də həvəsim. Ruhum da o boşalan ciblərim kimi boşaldı Abdullayev. Artıq elə bir həddə çatmışdıq ki, qarnımızın çörəyini güclə çatdırırdıq. Anam artıq dililmirdi. Ancaq ağrı kəsicilərlə, iynə dərmanla nəfəs alırdı. Günü-gündən də əriyirdi. Gözümüzün qabağında şam kimi sönürdü Abdullayev. Bircə istəyə qalmışdı ki, bircə arzusu sonuncu bacın da köçsün, onun da ocağını görüm, sonra rahat ölüb gedərəm. Mənə isə elə qıyğacı, elə soyuq baxırdı ki, elə bil məni doğduğuna peşman idi. Lənətə gəlsin ki, mən isə bir təhər onun o bahalı ağrı kəsicilərini, dərmanlarını alırdım. Bir də boğazımızın çörəyini yetirirdim. Vəssalam, başqa heç nəyə, bir coraba belə imkanımız yox idi. Evdə qalan sonuncu bacımın istədiyi bir oğlan vardı. Bilirdim ki, elçi gəlsələr mən gərək rədd eləyim, çünki cehiz almağa bir qəpiyim də qalmamışdı. Bacımı çəkdim kənara, dedim ki, bax anam, mən sənə cehiz ala bilməyəcəm.
Əgər o oğlanı həqiqətən sevirsənsə çıx get. Qoşul qaç. Güya bizim xəbərimiz olmayıb. Yazıq qız hönkür-hönkür ağladı. Andaman elədi ki, qardaş, mənə cehiz lazım deyil. Bircə el aləm içində rüsvay olmayaq. El adəti ilə köçüm. Dedim, yox. Bilirdim ki, razılıq verməsəm çarəsiz qalıb qoşulub qaçacaq və o ağır cehiz yükü mənim boynumdan düşəcək. Axı qız qaçanda heç kim cehiz davası eləmir axı. Elə də oldu Abdullayev. Bacım qaçdı. Dedim, hə, bundan da belə qurtardım, amma içim sızlayırdı Abdullayev. Çünki bacılarımın içində ən mehribanı, ən təmizi, yoldaşıma ən çox yaxın olanı o idi. O biz evlərində o birlər kimi bizə o qədər də söz atmırdı. Axı o buna layiq deyildi. Hər nəysə Abdullayev. Lakin bu rahatlığım çox çəkmədi. Onların toyundan, yəni o qoşulub qaçan bacımın toyundan bir ay keçəndən sonra, bir ay keçməmiş, anam ayağını dirədi ki, bacını qonaq çağıraq, barışıq olsun, sonra da ona cehiz alaq. Dedim, ana, qurbanın olaram, eləmə. Vallah bu cehiz mənə ağlar günə qoydu. Yoldaşıma bir don almağa pulum yoxdur, bu nə zülümdür. Ay Allah, sənə qurban olaram, amma anam xəstə idi, öləcəkdi. Sözünü yerə sala bilmədim. Bacım da buna layiq deyildi axı. Getdim o sələmçidən pul götürdüm. Çox götürdüm özdə. Həm borcları qapadım, həm də qıza ən yaxşı cehizi aldım. Hətta o biri bacılarım paxıllıqdan istehza edirdilər ki, ən yaxşısını buna aldım. Onların da ağzını yummaq üçün hərəsinə, nə bilim, bir xalça, evə lazım olan əşyalardan aldıq ki, sakitləşsinlər. Və mən o gün bir ətək borcun içinə, o dipsiz quyuya düşdüm Abdullayev. Anam isə artıq yorğan döşəkdə idi, son günlərini, saatlarını sayırdı. Barışıqdan sonra daha da pisləşmişdi arvad. Hər nəysə ki, o bacımın da xoş gününü gördü. Böyük bacım, anam son günlərini yaşayanda bacılarım hamısı gəlmişdi Abdullayev. Onlar bir neçə gün biz hardasa bir həftə olar ki, elə bizdə qalırdılar. Böyük bacım da evdə idi. Bir gecə heç vaxtı yaddaşımdan silinməz. Anam artıq danışa bilmirdi, ancaq baxırdı. Arvadımla böyük bacım onun altını təmizləyirdilər. O birilər yatmışdı, zaldan qulaq asırdım. Arvadım bacıma dedi ki, ananın bir qısını aralı saxla, rahat təmizləyim. Abdullayev, təsəvvür edirsən, o doğma qızı o boyda imkanın içində yaşayan ləççəl ifritə baxıb iğrənirdi. Onun o pufunu eşidirdim mən, burnunu tuturdu. Amma o yad qızı dediyiniz arvadım bir kəlmə kəsmədən heç nə olmamış kimi anamı təmizləyirdi. Anam hər şeyi hiss edirdi, öz qızının ondan iğrəndiyini görürdü. Mən o zaldan onun of səsini, o ögmək səslərini eşitdikcə beynimə qan vurdu. Və elə həmin gecəsi o bacımı evdən qovdum. Dedim, rədd ol buradan. Nə ananın dəfninə gəl, nə də bir daha bu qapıya ayaq bas. Beləcə onu öz ata evimizdən qovdum. Mən o bacımın nəinki dəfnə, nə qırxa, nə də il mərasiminə qoymadım. Qapıdan qovdum o ifritəni, ləçər. Getməsi üçün də ona elə bir söz dedim ki, Abdullayev, o bir də bu tərəflərə boylana bilməzdi. Gəlməz daha. O biri bacılarım da elə o dəqiqə mənimlə əlaqəni kəsdilər. Qardaşımız yoxdur dedilər. Qoy desinlər, o nankör bacılardansa mənim o yad qızı arvadım 1000 dəfə yuxarıdır. Amma rəzalət elə bundan sonra başlayırdı. Mən artıq ürəyimin yağını yeyirdim. Çox qorxurdum. Anamın dəfninə o nankörlərin biri də kömək eləmədi. Yasda yığılan pul dəfnə, kəfənə, ehsana güclə çatdı. Abdullayev, elə bilirdim ki, anamın ağrısı ilə hər şey bitəcək. Amma o sələmçidən gözüm su içmirdi. Onu dəfələrlə aldatmışdım. Bugün, sabah, biri gün deyə yola vermişdim. Axır vaxtlar heç nə demirdi. Elə bilirdim əl çəkib, yəqin ki, mənə biraz zaman tanıyıb. Amma sən demə, fırtınadan əvvəlki sükut imiş. Bir gecə qaranlıqda evə qaydırdım. Tanımadığım adamlar məni tutub apardılar. O lənətə gəlmiş alçağın məkanına. O elə də qəzəbli görünmürdü. Əslində belə balaca, orta boylu, kənardan baxanda sıradan bir adama bənziyirdi. Amma bütün şəhər bilirdi ki, o məşhur qumarbazdı, o əsr şullerdi. O alçağın otağında məni bir stula otuzdurub, əllərimi arxadan möhkəm bağladılar. O isə gülümsüyürdü. Heç nə demirdi, sadəcə baxıb gülümsüyürdü. Alçaq, itoğlu, şərəfsiz. Əlində də bir kəlbətin vardı. Qırmızı kəlbətin. Yavaş-yavaş mənim arxama keçdi.
Hələ də gülürdü. O soyuq dəmiri sağ əlimin çeçələ barmağına hiss edəndə canımla bir üşütmə keçdi. Gülə-gülə elə bir uşaqla zarafat edilmiş kimi birinci çeçələ barmağımın dırnağını kökündən çəkdi. Abdullayev, o ağrı, of, sümüyümün sızıldadığını hələ də hiss edirəm. Pərverdigara, sanki barmağımı qoparmışdı alçaq. Amma o dayanmadı. Kəlbətini sağ əlimin baş barmağına keçirdi. Yenə o gülüş, yenə o sakitlik. Baş barmağımın da dırnağını çəkib çıxartdı alçaq. Mən dözmürdüm Abdullayev, huşumu itirdim, təsəvvür edirsən. Yüzümə su vurdular sonra. Mən ayılmışdım. O gizbəsəri toğlu əyilib qulağıma danışmağa başladı. Nəfəsi üzümü yandırdı Abdullayev. Mənə dedi ki, Manaf, bax, sabah gələcəksən. O ata evinin, o 2 mərtəbəli böyük ata evinin mənim adıma sənədləşdirəcəksən. Borcun o evin qiymətindən azdır. Amma hələ bir dediyinə bax, bu dırnaqlarının çəkilməsi o faizlərin də cəriməsidir. Sonra səsi daha da alçaldı, daha da iyrənc bir hal aldı. Əgər sabah sənədləşdirməsən, gələn dəfə səni yox, arvadını uğurlatdıracam. Onu bu ustula yox, bax o küncdəki çarpayıya bağlayacam, alçaq. Qalanını da artıq özün bilirsən, xəyal gücünə buraxıram. Bax o an Abdullayev, mən öldüm. Dırnaqlarımın ağrısı bir anda yox oldu. Yerini o dəhşətli qorxu tutdu. Ata evimi, ocağımı, hər şeyimi o qumarbaza verməyə razı oldum. O sələmçiyə, onu görüm lənətə gəlsin. Bircə o namus davası gəlməsin deyə. Mən o gecə o qaranlıq otaqda hər şeyimi itirdim. Daha doğrusu yeganə şeyimi. Ertəsi gündən o evi onun adına sənədləşdirməyə başladım Abdullayev. Evin qiyməti borcundan qat-qat artıq idi. Amma o alçaq şulder fürsəti görmüşdü. Əvəzində mənə bu daxmanı verdi. Mən bura niyə daxma deyirəm bilirsən? Çünki hər tərəfi çat verib. Saatlı bomba kimidir. Sağlam olsaydı normalde bir ev idi. Amma bura, yəni bu olduğumuz otaqdan başqa o birisilər heç nəyə yaramır Abdullayev. Qorxuram ki bir gecə bu dünyada yatıb o birisində ayılaq. Amma Allah kərimdir, bəlkə də elə o cür ölmək, bu cür yaşamaqdan daha asandır, nə bilim. Bilirsən ən ağrı nədir? O şuller bir fahişə saxlayır. İndi o qadını gətirib mənim ata ocağıma, mənim anamın, bacılarımın gülüşləri ilə dolan o evi indi murdarlayırlar. Mənim böyüdüyüm hər küncündə bir xatirəm olan ata evim indi fahişəxanaya çevrilir. Puh, məlun alçaq. Bacılarım isə o məlun ifritələr indi mənə uğursuz gözü ilə baxırlar. Deyirlər ki, atamızın evini xaraba qoydu. Amma canım çıxdı Abdullayev. 2 ilin içində çox qısa bir müddətdə üçünü də köçürtdüm. Hamısı evlənirik deyib başımın ətini yedilər. Bütün var dövləti onların cehizinə, toyuna tökdüm. İndi mən daxmada az yalava sürünürəm. Bunlar isə kənara çəkilib mənə fərasətsiz deyirlər. İnsanla körlüğü budur. İnsanın rəzilliyi budur. Abdullayev, bir çox planlarım var ki, heç birini də eləyə bilmirəm. Amma nə bilim, mən o böyük bacıma nifrət edirəm. Onu qovduğuma görə bir an belə peşman deyiləm. Amma o əkizlər, onlar niyə mənə kim bəsləyirlər axı? Mən istəyirəm qapımı açsınlar, gəlsinlər. Vallahi onlara elə xoş rəftar edirəm ki, bağrıma basaram onları. Bacı qucağına elə ehtiyacım var ki, Abdullayev, nə olsun ki, böyüyünü qovdum. O layiq idi, ona görə qovdum. Onu məndən çoxmu sevirdilər? O, onların bacısıydısa, mən də qardaşıyam. Mən tələbə vaxtı rayona qaydanda hamısına hədiyələr alırdım. Onları gəzməyə aparardım. Mən onlara həmişə yaxşı qardaş olmuşam. Böyük cəhənnəm olsun. Bəs bu balacalar niyə məni saymır, hə? Arvadımın bacı qardaşı var. Tez-tez gəlib gedirlər, sağ olsunlar. Mənə görə gəlmirlər ki, öz bacılarına görə gəlirlər. Hər nəysə. Öz bacılarını sayırlar. Arvadım da bunu görür. Görür ki, mənim doğma bacılarım məni adam yerinə qoymur. Sonra başlayır ağzının zəhərini mənə qusmağa. Deyir, sən adam deyilsən, əsəbləşəndə belə deyir, sonra əsəbi soyuyur, gəlib üzr istəyir. Mən də deyirəm ki, mənə üzrxahlıq eləmə, ondansa heç əsəbləşmə. Get başını divara çırpma, mənə heç nə demə. Amma xeyri yoxdur, bir-birimizin xətrinə dəyib, sonra könül almağa öyrəşmişik. Hərdən məndən bir şillə də yeyir. Sonra mən onun könlünü alıram. Görünür, üzr istəmək, o üzrü yaradacaq xətirə dəyməməkdən daha asandır.
Artıq ürəyim dözmür Abdullayev. Tez-tez nəbzim sürətlənir. Elə bil içimdə bir quş qəfəsə çırpılır. Gecələr yata bilmirəm. Neçə dəfə qalxıb siqaret çəkirəm. Uzanıram, yenə xeyri yoxdur. Bir parça çörək yeyən kimi mədəmə sanki daş oturur. Elə bil bədənim artıq bu dünyanı həzm edə bilmir. Yüngül bir hərəkət edən kimi nəfəsim kəsilir. 2 il əvvəl həkimə getdim. Ürəyimi yoxlatdırdım. Amma həkim dedi ki, ürəyin yaxşıdır. Bu hər nəysə əsəblə, psixologiya ilə bağlı bir şeydir dedi. Amma mənə çətindir Abdullayev, çox çətindir. Üstəlik qızımız o qədər zəifdir ki, tez-tez xəstələnir. Arvadım da ödündən əməliyyat olunub. O da tükənir və bütün bunların ortasında bu ev yaralıdır Abdullayev. Bu ev deyil, bu bir qəbirdir. Təsəvvür edirsən, mən hər an uça biləcək, hər an başımıza çökə biləcək bir evin orasını, burasını yamayıram. Niyə? Çünki ayrı seçimim yoxdur. Seçimim yoxdur deyə sökülməli olan şeyi təmir eləyirəm. Dağılmalı olanı ayaqda tutmağa çalışıram. Mən əslində evi yox, öz ömrümü yamayıram Abdullayev. Və ondan da əlavə heç məni yada salmırlar. Mən demirəm ki, gəlib mənə kömək eləsinlər. Hətta eşitsəm ki, iraq olsun, Allah eləməsin, birinin başına bir iş gəlib, bir saniyə düşünmədən qaçıb gedərəm yanlarına. Amma eşidirəm ki, yaxşıdırlar, birinin uşağı olub, biri ad gün eləyir. Pis oluram, niyə məni unudurlar? Unudulmaq adama çox pis təsir eləyir axı. Bilirəm, niyə gəlmirlər. Arvadım, bacılarım məni saymadığı kimi, yəqin o evlərdə də bacılarımı saymırlar. Deyirlər ki, qardaşınız sizi saymır. Biz niyə sayaq və s. və ilaxır. Hərdən boğuluram, hönkür-hönkür ağlamaq istəyirəm. Mən bacılarımı elə çox istəyirəm ki. Amma bu o demək deyil ki, o böyüyüb bağışlamışam. Xeyr, sadəcə ürəyim sındı. Axı niyə o arvadımın yanında anamızı ölüm ayağında elə sındırdı axı? Axı biz bir ailə idik Abdullayev. Unudulmaq çox bərbaddır, amma ailə əlacda yoxdur. Ən çox da evdə arvadla mübahisəmiz düşəndə onlar üçün darxıram. Amma bilirəm, bunlar çox çəkməyəcək. Bir gün uşaqlar da məni yəqin ki, atıb gedəcəklər. Elə yaxşı da eləyəcəklər. Amma qorxuram dostum, tamamilə tərk olunmaqdan elə qorxuram ki, bəlkə də deyirsən ki, kişiyə yaraşmaz belə zırıldamaq. Amma qələt eləyərsən. Çünki bu cür kişi kimi yaşamaq adamı kişilikdən salır. Kişi kimi yaşamaq adamı kişilikdən salır Abdullayev. Mən özümü kişi kimi yox, sadəcə ağrı çəkən bir adam kimi hiss edirəm. Mən bu daxmada tək ölmək istəmirəm. Yaşamaq istəyirəm. Gülmək, sevinmək. Əvvəlki günlərim üçün burnumun ucu göynüyür. Cəhənnəm olsun bu rayon, bu ev. Nə pox yiyirdim axı mən bura gəldim. Şəhərdəki güzəranım, alverim, hər şey əlimdən çıxdı. İndi nə anam var, nə atam, nə də üzümə baxan o ifritələr. Uşaqlar da bir gün çıxıb gedəcək, onsuz da gediblər. Yəqin ki, bir gün təməlli gedəcəklər. İlahi, pərverdigara, sanki maaşım mənə yox, bir heçə verirlər. İndi kimsə yanında desə ki, pul heç nə həll eləmir, vallahi tutub boğazını üzərəm. Pul hər şeydə Abdullayev, hər şey. Yalvarıram sənə, bizə kəlmə söz deyə susma. Sən susanda da elə bilirəm ölmüşəm. Məni danışdıra o dünyaya aparırlar. Görürsən, nələr bilirik, amma bildiklərimiz lazım olanda bizə kömək eləmir. Ancaq əzab verir. Adamların gülməyi də mənə qıcıq verir Abdullayev. İstəyirəm qışqıram ki, kəsin səsinizi. Sizin o gülən üzünüz məni sarsıdır. Alçaq it uşaqları. Hələ qonum-qonşunu demirəm, mənə baxıb şükür edirlər. Arvadları deyir ki, yəqin ki, belə deyirlər. Şükür bizim ərimiz əməlli başlı kişidir. Tıpım məlun köpək uşağı. Bunların xoşbəxt olması üçün mən gəlib bu çürü evdə onlara qonşu olmalıydım. Görürsən Abdullayev, hər adamın şükrü imanından yox, başqasının zəlil halını görməsindən irəli gəlir. Mənə baxıb həzz alırlar. Manaf sürünür, biz kişiyib deyib özlərini ovundururlar. Bilirəm Abdullayev, məndən də pis halda olanlar var. Adam var kördür, adam var laldır, şikəstdir, dəlidir. Mən onlara baxanda öz şikayətimdən utanıram. Çünki onlara nisbətdə mənim bütün funksiyalarım işləkdir. Amma bilirsənmi bədbəxtliyim nədir? Bəli, mən də o halda başqasının bədbəxtliyinə baxıb şükür edən o alçaqlardan oluram. Amma mənim dərdim başqadır. Mənim bütün funksiyalarım işləyir, amma mən onlardan istifadə edə bilmirəm. Ağlım yerindədir, amma heç bir işə yaramır. Üstəlik hiss edirəm ki, günbəgün o ağlımı da itirirəm.
Ayaqlarım sağlamdır, amma onlarla ancaq işlə ev arasında gəlib gedə bilərəm. O ayaqlar məni bazara aparıb evə bolluca ərzaq almağa aparmır. Qulaqlarım eşidir, amma bir dərə də olsun xoş söz eşitmirəm. Ancaq zəhirmar, ancaq qarğış, gözlərim görür, amma ancaq problemləri, uçulan divarları, nankor üzləri. Bax Abdullayev, insanın bədəni belə olur. Hər şeyin var, amma heç nəyin yoxdur. Sən ibadətlə məşğulsan Abdullayev. Nəysə, problemlərdən bir qədər uzaqlaşaq. Harda qalmışdı? Sən ibadətlə məşğulsan. Mən düşünürəm hərdən, düzdür. Mən onun qabağına çıxmalı adam deyiləm bəlkə də, elə də. Amma eşitmişəm ki, günahkarlara rəhimli imiş. Peyğəmbərdən söhbət edirəm. Təsəvvürlə ki, sən Allahı görə bilməsən də, onunla söhbət edən bir adam var. Yanında nə hiss edərdin? Mən hərdən gecələr özümü elə xəyal edirəm ki, sanki zaman yoxdur. Mən onun yanındayam. Həzrəti Peyğəmbərimizin huzurunda. Deyirəm, ağam, mən Allahla danışa bilmirəm, amma sən danışırsan. De ona mənim dərdlərimi. Mən deyirəm, cavab vermir. Amma sən desən, sənin sözünü yerə salmaz. Belə deyəndə birdən dərdlərimdən utanıram Abdullayev. Özümü danlayıram, manav, sən də danışırsan deyirəm. Amma yenə də yalvarıram xəyalımda. Ağam, o Allaha de ki, mənə rahatlıq versin. Çox sıxılıram. De ki, mənim təqsirlərimə baxmasın. Mənə rəhm eləsin. Biraz kömək lazımdır, ağam. Yenə utanıram, xəyalım yarımçıq qalır. Sonra bir də qayıdıram. Ağam, sən Allaha de, o özü bilir. Sadəcə sən ondan xahiş elə, məni görməməzlikdən gələr. Amma səni çox istəyir. Sən onu üzdən gözdən sal, sənə heç nə deyə bilməyəcək. Yaxşı deməyə məcbur olacaq. Vallahi utanıram ağam, mən onun hikmətini anlaya bilmirəm. Sən o qanmaz bəndəsinə kömək, sən ona de ki, qanmaz bəndəsinə kömək eləsin. De ki, bəlkə də ehtiyatsız olsaydım, heç sizi yada salmazdım. Çünki mən buyam. Amma indi sənə ant verirəm ağrılarıma, sözümü çatdır ona. De ki, manav səni ən zəif yerindən vurmaq istəyir. Mənim problemlərimə bir çarə qılsın, yoxsa əsəbləşirəm. Nə əbədiyəm, nə əzəli. Axı məndən çox şey gedir. Axı mən Allah deyiləm. Mənim bir vaxtım var, bir vaxta qədər yaşaya bilərəm. Abdullayev söhbətə başladı. Manav, qulaq as mənə. Hər şey yaxşı olacaq. İnşallah ki. İnan mənə, sadəcə biraz səbr eləmək lazımdır. Özün görərsən. Bir gün gələcək ki, hər şey elə düzələcək. O gün gələndə indiki halına baxıb güləcəksən ki, necə də səbirsiz olmuşam. Allah böyükdür, manav. Sən təmiz adamsan. Ən azından hər şeyin nə varsa bütün dürüstlüyünlə danışırsan. Ona görə də mən inanıram ki, Allah sənə kömək eləyəcək. Allah sevdiyi bəndələri sınağa çəkməyi sevir. Bunu müqəddəs kitabda da deyib. Onları daha güclü, daha imanlı etmək üçün elə səni də imtahan edir ki, sonra daha yaxşı şeylərlə mükafatlandırsın. Sən sadəcə ona şükür elə, ona güvən. Allah ona güvənənləri yarı yolda qoymaz. Allah vəfalıdır, manav. Sən sadəcə öz üzərinə düşəni et. İnamını, sevgini, duanı, şükrünü əski etmə. O da öz əsalətinə uyğun səninlə davranacaq. Hər şey yaxşı olacaq. Mən də sənə kömək eləyəcəm. Heç bir qarşılıq gözləmədən, tərəddüd etmədən. Mən sənin dostunam, manav. Həmişə sənin yanında olacam. Allah şahiddir ki, mən həmişə sənin yanında olacam. Manav sözə başladı. Sağ ol əzizim. Belə deməyim bəsdir, vallah. Düzü son aylarda qızımdan sonra yeganə adamsan ki, mənə hər şeyin düzələcəyini, mənə inandığını deyirsən. Mənim balaca cübbüşüm, Dəryanurum da mənə tez-tez elə deyir. Ata, mən həmişə sənin yanında olacam deyir. Amma Abdullayev, Allahdan da acığım çıxır hərdən. Ancaq əsalətinin böyüklüyündən danışır. Amma bıçaq sümüyə dirənəndə gedib bəndədən kömək istəyirsən. O isə deyir ki, ancaq mənə arxain olun. Ay Allah, qurban olaram sənə. Sənə də arxain olanda yarı yolda qalır axı. Vallahi elə bir sikkələri şıqqılladır, amma içindən heç nə vermir. Abdullayev, bir vaxtlar Karamazov qardaşlar yadıma düşdü. Böyük inkvizitördə azadlığı alıb əvəzində çörək verirdi. İndi isə sanki tərsinədir. Bizə azadlığı verib əlimizdən çörəyimizi alıblar. İndi o azadlıqla bu daxmada az yalavac oturmuşuq. Başa düş, ay Allah, adam uman yerdən küsər. Mən sənə inanmasaydım, heç səndən küsərdimmi? Mən səni tanımasaydım, bu daxmada divarlarla yox, sənin sükutunla mübahisə edərdimmi? Səndən soruşuram, cavab ver mənə.
Mən səndən nəsə umuram, səndən nəsə gözləyirəm ki, belə küsürəm. İnsan sevmədiyindən inciyərmi? İnsan inanmadığı qapının ağzında diz çöküb üsyan edərmi? Mən səni o qədər uca, o qədər qadir görmüşəm ki, indi bu dırnaqsız əllərimlə sənin ədalətinin ətəyindən yapışmışam. Cavab verməyəndə elə bilirəm, sən də məni o bacılarım kimi unutmusan. Küskünlüyüm sənin yoxluğuna deyil. Ay Allah, sənin bu qədər var olub, bu qədər susmağındadır. Görürsən Abdullayev, ata dura-dura oğul başqasından pul istəməz. Mən də neçə vaxtdır ona yalvarıram. Amma sən bəndə halınla ondan daha insaflı çıxdın. Mən isə ona deyirəm ki, sən elə ver ki, kiminsə köməyinə ehtiyacım olmasın. Quyuya su tökməklə quyu sulu olmaz. Mən öz quyumda yanıram susuzluqdan Abdullayev. Bilirəm, çoxu Allaha inanmır. Sadəcə ikiyüzlü eləyirlər. Allah qəlbdə olanı bilirsə, demək onun qarşısında söz seçməməlisən. Ürəyindən necə keçirsə elə danışmalısan. Çoxu Allahla danışanda əslində öz-özü ilə danışır. Elə bilir Allahla danışır. Elə bil müdirin yanına gəliblər. Deyirlər şükür, amma qəlbləri qan ağlayır. Deyirlər sevirəm, amma söz xatirinə. Mən isə deyirəm, mənə azadlığı ver, çörəkdə, hamısını ver. Başqası versəydi sənə yalvarmazdım ki, əlacım kəsilib. Mənim Allahım birdir, amma anamın, atamın, o müdürlərin inandığı Allah qəribə idi. Bircə mən onu düzgün başa düşdüm. İndi başıma daş salır. Deyir, indi çək cəzanı mana. Əslində Abdullayev, insan Allahı səhv anlayanda həyatı asan gedir. Kim ki həqiqi Allahı tanıdı, işi bitdi. Çünki Allahı necə tanıyırsansa, o da səninlə elə davranır. Onu maaş ödəyən bir mühasib kimi tanısan, maaşın kəsilməz. Cinayətə göz yuman asayiş adamı kimi başa düşsən, səni boş bıraxar. Amma onu həqiqət kimi tanısan, bax o zaman yandırar adam Abdullayev. Çünki həqiqət ağırdır. İnsanların şükrü əllərində olanı qədərdir Abdullayev. Məndən daha yaxşı vəziyyətdə olanın mənə şükür dərsi keçməyindən nifrət edirəm. Şükür hamı üçün eyni ola bilməz. Təsəvvürlə iki adam şükür edir. Biri var dövlət içində boğulur, o biri mənim kimi sürünənlər sinifinin nümayəndəsi. Başa düşə bilmirəm, Allahın gözündə hansı şükür daha qiymətlidir? Sürünənin yoxsa imkanlının? Buna nisbi ədalət deyirəm mən. Çünki sən əlində olana görə cavab deyirsən. İşləri yağ kimi gedən o alçaqlar əvvəl mənim kimi sürünəndə şikayət edirlər. İndi elə ki biraz vəziyyətləri düzəldi, gəlib mənə uğur fəlsəfəsi satırlar, it uşaqları. Sizin fəlsəfəniz batsın. Sizin kimi yuxarı qalxanlar aşağıdakıları elə əzir ki, başımızı qaldıra bilmirik. Elə bir Allaha inanırsınız ki, sanki o Allah da sizinlə əlbirdir. Əlbəttə sizin inandığınız Allah da elə sizin kimi olacaq. Allah özü təkdir, vahiddir, amma insanların gözündə Allah müxtəlifdir Abdullayev. Bədbəxt insanın Allahı ilə xoşbəxtin Allahı bir deyil. Kasıbın Allahı ilə varlının Allahı bir deyil. Onların Allahı ruzu paylayanda mühasibliyidir. Bizim Allahımız isə canımızı alanda cəlladlıq. Bilirsən, məni nə əsəbləşdirir Abdullayev? Adamların üzündəki o iyrənc maskalar. Ona görə də cəmiyyətin batması məni qətiyyən maraqlandırmır. Əksinə, bu murdar kütlənin əxlaqsızlığın dibinə çökməsi mənə elə bir kayf verir ki, özümü çox xoşbəxt hiss edirəm. Ailələrin dağılması, evliliklərin rəzilliyə çevrilməsi vecimə də deyil. Əksinə, belə olması daha yaxşıdır. Çünki mən bu adamların içindəki murdarlığı görürəm. İndi mənə desən ki, belə şeylərə sevinirəmsə, mən də murdar adamam. Xeyr, murdar mənim bütün fürsətlərimi, qanımı, canımı soğuran o insanlardır. Məni belə bir rəzil sevincə məcbur edən onlardır. İnsanlar yaxşı olsaydı, mən də bugün də olmazdım. Mənə bacarıqsız desən, yenə səhv eləyərsən. Mən bacarıqsız da deyiləm. Mən ətli qanlı adamam. Mənə də kömək lazımdır. Amma uğursuzluğa düşənə əfəl deyən bu kütlə hər cür murdarlığa layiqdir. Əgər bir kütlə əxlaqsızlıqda bütün sərhədləri aşırsa, demək zamanında maska taxırlar. İndi o maskalar düşübsə, bu elə Allahın ədalətidir. Qoy hər kəs öz iyrəncliyində boğulsun. Baxıram bu adamlar Abdullayev. Dua edəndə deyirlər ki, ay Allah, dünyamızı qoru. Onu sakit elə, sülh və əminamanlıq elə və s. Amma duaları statik deyən vəziyyəti elə olduğu kimi saxlamağa çalışırlar. Heç nə dəyişməsin sanki. Mən isə soruşuram, axı Allah hansı dünyanı qorusun? Hansı dünyanı qorusun?
Bu qədər qanlı qadalı, haqsızlıqların olduğu mu dünyanı qorusun? Yox, lənət şeytana. 20-ci əsrdə 2 dünya müharibəsi olub. İləri geridə nə qədər döyüş, nə qədər toqquşma, nə qədər faciələr və bugün də bitib tükənməyən problemlər. Allahın dünyanı qoruması, sakit saxlaması, yəni vəziyyəti olduğu kimi saxlaması sadəcə olaraq çox bərbad bir duadır. Bütün bunlar bir tərəfdə, milyonlarla insanın aclıqdan öldüyü bir tərəfdə Allah nəyi qorusun? Mən deyirəm yox, əgər qoruyacaqsa əvvəl düzəltsin. Bu miskinlik, bu zəlalət davam etsin deyəmi dua edirsiniz? Bu nə qədər bərbad bir duadır. Heç dua etməyi belə bacarmırsınız Abdullayev. Bu qədər zülm çəkən, ağrıyan canlar daha çox məzab çəksin. Bu nə cür duadır? Sizin dualarınız ancaq dünyanın sağ-salamat qalması üçün makro dualardır. Bir də dilənçi kimi özünüz üçün etdiyiniz o culuz mikro dualar. Bircə dəfə bütün dünya üçün müşküldə olanlar üçün səmimi dua etmisinizmi? Etmişik desəniz yalan deyirsiniz. Sadəcə diliniz mexaniki şəkildə tərpənib şablon, ruhsuz dualar edir. Allah da bizi bu eyni sözləri eşitməkdən, Allaha heç vaxt eşitmədiyi sözləri deyin. Deyin ki, mənim işim düşəndə sən Allahsan. Vəziyyətim yaxşı olanda isə sadəcə nurlu, heç nəyə qarışmayan bir qoca. Hə, deyin ki, sən əzəlisən, əbədisən. Amma lazım gəlsə sənin qanunlarını bir neçə rubla alaram da sataram da. Deyin ki, başım bəlaya girəndə sənə müti oluram. Amma keyfim kökələndə səni görməz oluram. De ki, ilahi, bir gün ölməyəcəyimi bilsəm, sən öləcəksən. Mən yenidən doğulacam. Onda gör sənin yaratdığında daş üstə daş qoyurammı? Əslində, mən səndən kömək istəmirəm. De ki, ilahi, bir gün ölməyəcəyimi bilsəm, sən də öləcəksən. Mən yenidən doğulacam. Onda gör sənin yaratdığında daş üstə daş qoyurammı? Əslində mən səndən kömək istəmirəm, mən sən olmaq istəyirəm. Allahdan kiçik şeylər istəyib, sonda Allah olub teoloji çevriliş etmək istəyirəm. Bəli, teoloji çevriliş. İnsanın deyiləcəyi son nöqtə budur, lənət şeytana. Siz yataqda mütiləşən adamların nə böyük düşüncələri varmış. Hə, Abdullayev, baxma insanların Allah deməyinə. Demək olar ki, hamı onu səhv başa düşür. Biz yerdə kişilik deyilən məfhumu belə səhv başa düşürüksə, göydə görmədiyimiz o əzəmətli Allahı necə düzgün başa düşək və düzgün başa düşmədiyimiz bir varlığın qanunlarına necə əməl edək? Bax, insanlar kişilikdən danışır. Hansı ki, kişilikdə elə şeylər var ki, onlar sarsılmaz prinsiplər olmalıdır. Amma bizdə kişilik həmişə qol gücü, qorxmazlıq, ölümün gözünə dik baxmaq kimi başa düşülür. Amma kişilik həm də sənin üçün ən çətin olan şeyə dözməkdir. Adətən bizdə ailəsini dolandıran, çörək pulu qazanan, arvad uşağı təmiz, namuslu olanlar kişi hesab olunur. Düzdür, amma kişi olmaq üçün bu kifayət etmir axı. Bəlkə onun üçün çörək qazanmaq asandır, arvadı namuslu olduğundan uşaqları da namusludur. Amma o adam özü qonşu arvadı ilə mazaqlaşırsa, o yenə də cəmiyyət tərəfindən kişi hesab olunur.